bu kanalda həmişə xarici nəsə satmışıq. Ya Amerikaya, ya Türkiyəyə, ya Avropaya. Amma son bir aydır ki, Instagramda bir challenge edirəm. Həmin challenge içərisində mən Azərbaycana bir məhsul satmaq istəyirəm, yəni bir marka qurmaq istəyirəm və bunu da hər gün nələr elədiyimi çəkib video olaraq göstərmişəm. Amma proses o qədər uzundur ki, mən istədim ki, ümumi bir video çəkim, bütün prosesi, nələr baş verdiyini, necə reklam çıxdığımı, necə məhsul tapdığımı və bunları sizə detallı şəkildə göstərim. Çünki Instagramda və TikTokda paylaşdığım videolar sayəsində çox bir şey öyrənmək olmur təbii ki. Bu arada belə bir qeyd dəftərim var. Burada bütün aldığım məhsulları, çəkdiyim xərcləri falan hər şeyi yazmışam detallı. Ona görə də videonun sonunda oturub nə qədər satış elədiyimi, bu satışın nə qədərinin xərcin olduğunu və nə qədər net gəlir qazandığımızı bir ay ərzində öyrənəcəyik. Sən isə bu tərz videolar görmək istəyirsənsə elə məncə indidən abunə ol, biz getdik. Başlamadan əvvəl istəyirəm ki, bu bazar haqqında biraz danışaq. Yəni bizim bazarın üstünlükləri və problemli tərəfləri var, hansı ki, bunlardan biraz danışmaq lazımdır. İlk növbədə bazarın üstünlüyü nədən ibarətdir? İlk üstünlüyü ondan ibarətdir ki, bazar boşdur. Yəni ki, çox satan, çox rəqib yoxdur həmin bazarda. Ona görə də əgər siz bir məhsula daxil olursunuzsa, yetərincə sürətli olsanız və heç sürətli olmağa da əslində belə ehtiyac yoxdur. Yəni həmin məhsula tapan, həmin məhsula girən insan sayısı çox az olduğuna görə bizim üçün də satış etmək çox rahat olur. İkinci bir məsələ ondan ibarətdir ki, bazar boş olmaqla bərabər reklam tərəfində də bazar boşdur. Yəni meta tərəfində bu məhsulları satan, reklam verən insan sayısı çox azdır. Ona görə də bu tərəfdə reklam xərcləri biraz daha azdır. Yəni Avropa, Amerika, Türkiyə kimi ölkələri nəzərə alsaq, Azərbaycanda reklamın verimliliyi daha çoxdur. Yəni reklam xərcləri azdır və reklamdan əldə olunan geri dönüşüm daha çoxdur. Əlavə olaraq da bazar boş olduğuna görə və çox rəqib olmadığına görə bu deməkdir ki, bu bazarda fürsət çoxdur. Yəni fürsət də çox olduğuna görə boş bir bazarda və reklamlarda ucuz olan bir bazarda siz istənilən cür satış edə bilərsiniz. Yəni Azərbaycanda satış etməyin ümumi üstünlükləri bundan ibarətdir. Bir də təbii ki, işin problemləri, yəni çətinlik olan hissələri var. Burada çətinlik hansı hissədədir? Çətinlik burada müştəri tərəfindədir. Yəni müştərilər çox alışmadığına görə, onlaynla satışa çox güvənmədiklərinə görə, mağaza və məhsulu canlı görməyə çox özen göstərdiklərinə görə onlaynla, yəni digitaldan bir şey satmaq onlara biraz çətindir. Bundan əlavə müştərilər sifarişi verəndən sonra, yəni məhsula sifariş gələndən sonra onu maksimum şəkildə tez istəyirlər və tez qəbul etmək istəyirlər. Yəni deyirlər ki, mənim sifarişim gəlib, həmin sifariş həmin gün içərisində, yəni sifariş verdiyim gün içərisində mənim qapımda olsun. Elə buna görə də bizim növbəti bir problemimiz, yəni bu bazardakı növbəti problemimiz olan çatdırılma məsələləri özünü göstərir. Yəni ki, kuryer şirkətləri həmin gün içərisində bəzən çatdıra bilmirlər məhsulu, yəni çox zaman həmin gün içərisində sifarişi çatdıra bilmirlər və şəhərdə çoxlu probkalar olur. Həmin probkalarda insanların gedib müştəriyə həmin məhsulu çatdırmağı biraz çətinləşir və gecikir. Yəni ümumi olaraq çatdırılma hissəsində də yüngülvari problemlərimiz var. Amma təbii ki, onları da bir şəkildə həll etmək mümkündür. Daha rahat izah eləyə bilmək üçün 3 əsas bölməyə bölmüşəm bunu: məhsul, reklam və çatdırılma. İndi gəlin birinci başlayaq məhsul hissəsindən, çünki ən birinci məsələ istədiyimizə uyğun məhsul tapmaqdır. Azərbaycan bazarında gördüyüm qədərilə məhsulların çoxu, satış gələn məhsulların çoxu iki hissəyə ayrılır. Birincisi viral olan və insanların viral olduğuna görə aldığı məhsullar. Bunlar necədir? Məsəl üçün bunlar aksesuarlar ola bilər, saatlar ola bilər, nə bilim digər maraqlı əşyalar ola bilər. Hansı ki bizim bu bir aralar məşhur olan streç çarxı teması var idi. Həmin mövzularda o cür məhsullar ola bilər. İkinci bir kateqoriyada isə sadəcə problem çözdüyünə görə və həqiqətən də işə yaradığına görə alınan məhsullar var ki, mənim xoşladığım kateqoriya budur. Çünki bunları daha uzun müddət satmaq olur və uzana bir marka qurmaq olur. Məhsul araşdırmaq üçün mən TikTokdan istifadə edirəm. İndi birazdan təbii ki onu detallı necə araşdırdığımı göstərəcəm. TikTokdan reklam kitabxanasından ümumilikdə bütün məhsul araşdırma yöntəmlərindən elə burada da istifadə etmək olar. Amma burada bəzi sıxıntılar var. Biz tapdığımız bir çox məhsulların tədarükçüsünü Azərbaycanda tapa bilmirik. Çində tapmış oluruq və onun da Azərbaycana gəlməyi biraz uzun çəkdiyinə görə və başlanğıc üçün biraz toplu sərmayə tələb etdiyinə görə biz başlanğıcda biraz sıxıntı yaşayırıq. Ona görə də tapdığımız məhsulları ikinci araşdırma vasitəsilə Azərbaycanda axtarmağa çalışacağıq. Yəni biz birinci satmağa məhsul tapacağıq, ondan sonra da həmin məhsulu Azərbaycanda tədarük etmək üçün axtaracağıq. Deməli belə, məhsul araşdırma hissəsində bayaq qeyd etdiyim kimi mən TikTokdan istifadə edirəm. TikTokdan reklam menecerindən və digər bu dropshipping üçün istifadə etdiyimiz məhsul araşdırma yöntəmlərindən hər birimiz istifadə edə bilərik. Sadəcə mən niyə görə TikTokdan istifadə edirəm? Çünki trend məhsullar, çox izlənən məhsullar daha çox burada olduğuna görə mən buradan istifadə edirəm. Axtarış yerinə gəlirəm, buraya yazıram TikTok made me buy it və yaxud bunun kimi müxtəlif versiyada keywordlər araşdırıb yaza bilərəm, axtara bilərəm. Burada qabağımıza çoxlu videolar çıxacaq təbii ki. Bunu telefondan edəndə
daha çox izlənən məhsulları da görə bilirsiniz. Yəni baxış sayına görə bunları sıralaya bilirsiniz. Amma kompüterdən bu qədərdir. Mən də kompüterdən yoxlayacağam. Mən bir axtarıram və gözümə yaxşı gələn məhsullara baxıram. Zaten bunlar Amerikada, Avropada, Türkiyədə, başqa yerdə satılmış məhsullardır, satılan məhsullardır. Mən sadəcə baxıram, həmin məhsullar necə məhsullardır, mənim öz marağımı çəkirmi və s. və s. Buna uyğun olaraq da həmin məhsulları incələyirəm. Mənim axtardığım ilk məsələ bayaq qeyd etdiyim iki şeydən birini seçməkdir. Ya biz trend olan maraqlı bir məhsul tapacağıq və onları satacağıq, ya da ki birbaşa marka qurmağa yönəlik şəkildə məhsullar tapacağıq və həmin məhsulları satacağıq. Bu da təbii ki, dediyim kimi sizdən asılıdır. Siz hansı versiyanı istəyirsinizsə onu seçə bilərsiniz. Məsəl üçün, gəlin baxaq görək nələr var. İnirik aşağı, maraqlı məhsullar axtarırıq. Tutaq ki, belə bir məhsullar var. Bu hədiyyəli məhsuldur. Bunun içərisinə pullar qoyursan və yaxud nəsə açıqca qoyursan və açılır. Pul da detallı şəkildə belə tökülür ətrafa. Və yaxud belə bir məhsul var. Bu görürsünüz, qadınların istifadə edə biləcəyi bir əlcəkdir. Bu da problem çözən bir məhsuldur. Enirik aşağı, baxaq görək, mən əslində viral olan bir şey tapmaq istəyirəm. Açığı, hələ ki problem çözən bir şey axtarmıram. Sadəcə viral olan maraqlı bir şey axtarmaq istəyirəm. Enirik aşağı, baxırıq görək. Belə bir məhsul var. Bu tam olaraq viral məhsullar siyahısına gedir. Necə bir şeydir? İçərisinə su tökürsüz və ətir tökürsüz. Bu evi rütubətləndirir, həm də belə qəşəng görüntü verir. Məsəl üçün, bu məhsul viral ola biləcəyi məhsuldur. Yəni bunu biz tapıb araşdırıb daha sonra sata bilərik. Bu məhsul tutaq ki, seçdik deyək. Tutaq ki, bu məhsul indi digər məhsulda bir örnək göstərəcəm təbii ki. Tutaq ki, bu məhsulu xoşladıq, seçdik. Bir dənə də başqa problem çözən bir məhsul tapaq məsələn. Bu nə məhsuludur? Burada yuxarıda buna bənzər bir məhsul var idi. Problem çözən bir məhsul var idi. Məsəl üçün bu məhsul problem çözən bir məhsuldur, amma nəticə etibarından mən daha çox onun tərəfdarıyam ki, məhsullarınız elektronik, elektrik və yaxud hər hansı bir şeydə olsun, yəni sahədə olsun, bir keyfiyyətli görünsün. Qutusu, özü falan, içində elektrik bir şey olsun. Məsələn, bu yağ üçün maraqlı bir məhsul idi, bayaq getdi bura görürsünüz. Şişmə hovuz kimi bir şeydir. Həm uşaqlar üçün, həm böyüklər üçün bunu sata bilərsiniz. Enirik aşağı, məsələn, bu məhsul problem çözən bir məhsuldur. Bu qabları falan yaxşı təmizləmək üçün bunu istifadə etmək olar. Yəni, dediyim kimi, bunlar zaten çox əvvəlki dönəmlərdə satılmış məhsullardır da, biz hal-hazırda bunları sadəcə, necə deyim, baxıb yenidən Azərbaycan bazarına satmağa çalışırıq. Və bunların da çoxu zaten Azərbaycana lap əvvəldən gəlmiş olur. Sadəcə biraz araşdırıb tapmaq lazımdır. Yəni, okey, tutaq ki, bir dənəsi seçdik. Məsələn, mən deyirəm ki, istəyirəm bu məhsulu araşdırım. Ev rütubətləndirici yazaq. Yazaq indi ev təravətləndirici yazaq. Elə TikTokda axtarıram, bunu Google'da da, Instagramda hər yerdə axtarmaq olar. Görürsünüz, bunun fərqli versiyaları çıxır. Fərqli baxım, görürsünüz, bənzəri var. Hətta bu da məşhurdur bu arada. Bu da çox tanınmış bir məhsuldur. Baxırıq, baxırıq, baxırıq. Fərqli ev təravətləndirici. Baxın, bu da eyni şeydir, ətirlərdir. Bunları tapdıq. Hər hansı bir səhifə ola bilər, fərq etməz. Ya bu fərq etməz. Hər hansı birini əlaqə saxlayırıq və öz məhsulumuzu da atırıq onlara. Deyirik ki, baxın, bizim belə bir məhsulumuz var. Biz bunu axtarırıq. Bunlarda çox vaxt olur, yəni eynisi olmasa da bənzəri də olsa, yerində olur hər bir halda. Amma fərq etməz. Siz eyni şəkildə axtarıb onlardan tapıb öyrənə bilərsiniz və yaxud bayaq dediyim kimi gedib sədərəyə və başqa toptancı yerlərə bir-bir gəzərək onları axtarıb tapa bilərsiniz. Bu da ikinci bir axtarma variantıdır. Yəni məhsulu bu şəkildə axtarıb sonra da tapırıq. Reklam və satış tərəfində isə təbii ki, reklam olaraq meta reklamlardan istifadə edəcəyik. Organik olaraq da böyüyə bilərsiniz. Bu heç bir fərqi yoxdur, amma biz daha sürətli olsun deyə meta reklamlardan istifadə edirik. Əlavə olaraq da reklam videolarını çəkə də bilərsiniz, düzəltdirə də bilərsiniz və yaxud hazır videoları götürüb editləyə də bilərsiniz. Bu tamamilə sizə qalıb. Daha sonra isə reklamınız insanların qabağına çıxandan sonra iki variantınız var burada. İstəsəz Shopify vasitəsilə siz insanlara məhsul göstərə bilərsiniz. Yəni Shopify-da bir sayt qurun, həmin sayt içərisində insanlar məhsulu görsünlər və sifariş etmək istəyənlər sifariş eləsinlər. İstəyirsinizsə də mesaj reklamları verin. Həmin mesaj reklamları vasitəsilə də insanlar sizin məhsulu görüb, əgər maraqlanırlarsa sizə mesaj atsınlar. Açığı mənim istədiyim, yəni mənim istifadə etdiyim yöntəm mesaj reklamlarıdır. Çünki Shopify və sayt vasitəsilə eləmək biraz daha çətindir, biraz daha uzundur və insanlar bəzən tam anlamaya bilir, bəzən sifariş verirlər amma həmin sifarişləri geri qaytarırlar falan filan. Buna görə də mən insanlarla danışaraq, onlarla əlaqə quraraq, ünsiyyət quraraq satış etməyin daha çox tərəfdarıyam. Mən reklamı reklam menecerinə, yəni də ads menecerində verirəm və bunun nəticəsində də həm daha yaxşı, daha dəqiq reklam vermiş oluruq, həm də ki nəticələri daha göz qabağında görə bilirik. Üstəlik telefondan verilən reklamlar çox da effektli olmadığına görə mənim məsləhətim buradan eləməkdir. İlk növbədə təbii ki reklam hesabınız olmalıdır, səhifələriniz olmalıdır.
oldu. Bu heç bunlar başa düşdü. Amma mən reklam necə verirəm? Buradan yarat hissəsinə basanda burada bizə məqsəd istəyir. Yəni nə istəyirsiniz? Buradan biz mesaj reklamı çıxırıq deyə gəlib buradan engagement reklamı, yəni mesaj reklamı seçməyin. Məqsəd burada satış olduğuna görə biz satış seçirik hər zaman. Davam edirik və daha sonra kampaniya daxilində biz bu hissəyə gələndən sonra kampaniyanın məqsədi olaraq və yaxud dönüşüm hissəsi olaraq biz mesaj seçirik. Mən daha çox ABO reklamı istifadə edirəm, yəni Adset reklamı istifadə edirəm. Büdcəsi davam edirəm. Buradan müxtəlif videolarım, tutaq ki, boş hədəf yazıram buna. Müxtəlif videolarım varsa videolarımı buraya yerləşdirirəm və buradan məsəl üçün görürsüz web sayt göstərir conversion olaraq. Biz bunu mesaj seçəcəyik. Yəni ki, biz istəyirik ki, bizə mesajlar gəlsin və biz də mesaj seçirik. Burada avtomatik olaraq bizim nömrəmizi və yaxud digər hər şeyi burada görə biləcəyik. Bunu seçəndən sonra gündəlik büdcə olaraq bir videoya $5 qoysanız, 5 dollarla yoxlasanız yetərlidir. Başlama tarixi olaraq da məsəl üçün bu gün axşam olduğuna görə mən sabahdan başlaya bilərəm. Sabah saat səhər saat 8-dən və yaxud 9-dan falan başlayıb xərcləyə bilər. Hətta daha tez başlayıb xərcləyə bilər. Bu şəkildə reklamlara ayrılırıq. Daha çox burada hədəf kütlə olaraq heç bir hədəf kütlə seçmirik. Artıq demək olar ki, meta tamamilə dəyişdiyinə görə biz hədəf kütləni boş buraxırıq. Meta özü axtarır tapır. Əsas məsələ isə yaxşı bir kreativiniz olmalıdır, yaxşı videolarınız olmalıdır. Video olaraq da dediyim kimi bayaq zaten videolar var idi TikTok hissəsində məhsul axtaranda. Videonuzu oradan götürüb editləyirsiniz. Editləmək üçün də CapCut-dan istifadə edərsiniz ki, mən ən azından CapCut-dan istifadə edirdim. Siz də burada CapCut-dan istifadə edərək videolarınızı editləyə bilərsiniz. Beləcə, reklam tərəfi də bu qədər. Son olaraq da çatdırılma məsələləri var. Bayaq dediyim kimi Azərbaycan bazarında biraz bu şəkildə sıxıntılar var, amma biraz daha araşdırma edib kuryerlər tapıb və çatdırılma şirkətləri tapıb onlarla əlaqə saxlayaraq daha rahat şəkildə bu işi həll etmək olar. Kuryer şirkətlərindən və ən son çatdırılma məsələlərindən və bundan sonra məhsulu sifarişlərinizi və markanızı ümumiyyətlə necə böyüdə bilərsiniz, necə artıra bilərsiniz, bundan xırdaca bəhs etmək istəyirəm. İlk növbədə buradan kuryer xidməti olaraq zaten kuryer şirkətləri yazanda qabağınıza çoxlu çıxacaq şirkətlər. Gəlib buradan hər hansı birini seçib, daxil olub, içinin bütün məsələlərini falan öyrənib, hansının qiyməti nədir və s. və s. onları öyrənib siz baxa bilərsiniz. Məsələn, kuryer.net tutaq ki var. Gəlir bura, enirik aşağıya, haqqında məlumatları öyrənirik və daha da lazımdırsa əlavə olaraq buradan əlaqə saxlayıb nömrələrdən əlaqə saxlaya bilərik və burada görürsüz partnyorluq elədiyi səhifələrdir. Ya da nömrələrini falan buradan tapıb zəng edib əlaqə saxlayıb detallı məlumat alırıq. Ondan sonra onların işbirliyi edirik. Və işbirliyi elədikdən sonra da təbii ki biz məhsulları toplanıb kuryer olaraq depoya yollayacağıq və kuryer depodan məhsulları bir-bir götürərək çatdıracaq fərqli-fərqli yerlərə, lazım olan yerlərə. Eyni gün içərisində çatdıranı mən tapmamışam. Çox güman ki, yoxdur. Yəni həm Bakının necə deyim, probkasını nəzərə alaraq, həm də ki, kuryer şirkətlərinin yeni olduğunu nəzərə alaraq təbii ki, deyə bilərik ki, eyni gün çatdırılma biraz yoxdur. Amma hər bir halda çünki özümüz təkdə çatdırmağımız bizə sərf eləməz. Markanızı böyütmək məqsədi ilə hansı fazalardan, hansı bölmələrdən keçəcəksiniz? Bunu Yuncu Varis Channels daxilində izah eləmişdim, amma istəyirəm burada da biraz daha detallı, biraz daha xırdalığa düşərək izah edeyim. Mən bunu əslində 5 fazaya bölmüşdüm, yəni 5 bölməyə bölmüşdüm. Biz 3-cü fazaya qədər gələ bildik Channels daxilində və ondan sonrakılarda irəlidə video olaraq paylaşaram. İlk növbədə faza 1 test fazasıdır. Yəni biz məhsullar axtaranda bir məhsul axtarmayacağıq, bir neçə məhsul axtaracağıq və bir neçə məhsul axtarıb tapandan sonra da həmin məhsulların hamısını test edəcəyik, belə deyim. Hamısını eyni anda test edə bilərsiniz, bir həftə içərisində də test edə bilərsiniz. Əsas məsələ məhsul test etməkdir və məhsul test edildikdən sonra həmin məhsullardan hansından nə qədər sifariş gəldi, hansının geri dönüşləri yaxşıdır, hansı daha çox davam edə bilərik bu məhsuldan, hansının reklam xərci daha ucuzdur, hansının videoları daha çoxdur falan tərzində belə özünüzdə bir ürünün, məhsulun yəni müsbət və mənfi cəhətlərini bir hesablayırsınız ki, bu sizə seçim verir. İlk başda bir məhsul tapıb bunu satmağa məcburam deyə fikirləşməyin. Ən azından əlinizdə çoxlu variant olsun, option olsun ki, siz rahat-rahat məhsulları test edə bilərsiniz. Dediyim kimi, baxdığınız şey nə olacaq? Reklam xərcləri olacaq, məhsulun video olacaq, insanların məhsula marağı olacaq, geri dönüşlər olacaq, bunlar olacaq bir həftə ərzində və bu məhsulları seçəndən sonra, yəni bu məhsulları test edəndən sonra ikinci mərhələ seçim mərhələsidir. Yəni ikinci faza seçim fazasıdır. Burada artıq məhsullarda bir qərar verib həmin məhsulun üzərinə düşməli olacaq. Yəni ki, həmin məhsulun hansının reklam xərci biraz daha aşağıdır, geri dönüşləri yaxşıdır və insanlar bu məhsuldan məmnundular falan filan. Nəticə etibarilə bir seçim edəcəyik, məhsullardan bir dənəsini seçəcəyik. Üçüncü faza 100 sifariş fazasıdır ki, dediyim kimi challenge daxilində 130 sifariş etdiyimizə görə biz bu fazanı keçmişik və 100 sifariş fazasında da biz
həmin məhsuldan 100 sifarişə qədər gələcəyik. Bu 100 sifarişə qədər gəlmə mərhələsini biraz daha fərqli başa düşməyin. Yəni mütləq 100 sifarişə gəlib sonra nəsə eləmək lazımdır falan deyə düşünməyin. Mən sadəcə öz roadmap olaraq, öz yolum olaraq bunu belə hesablamışam. 100 sifarişə qədər gəlməyiniz vacibdir və gəldiyiniz müddətdə siz nə etməlisiniz? Müxtəlif fərqli kreativləri yoxlamalısınız. Fərqli tərzdə videolar, fərqli tərzdə necə deyim, hədəf kütlələr, angle'lar falan hər şeyi yoxlamalısınız. Yəni 100 sifarişə qədər artıq hər şeyi siz test eləmiş olmalısınız ki, 100 sifarişdən sonra ölçələyə biləsiniz. Və faza 4-də ölçələmə mərhələsi olaraq 500 sifarişdir. Artıq bir məhsuldan 500 dənə satmaq Azərbaycan bazarı üçün o məhsulu biraz daha dominə eləmiş sayılırsınız. Yəni çünki Azərbaycan bazarı çox da geniş bir bazar deyil və 500 dənə satandan sonra artıq bu məhsulla bərabər həmin markanın yan məhsullarını da qoya bilərsiniz. Yəni həmin tutaq ki, sizin əgər məhsulunuz ev heyvanlı məhsuldursa, yanına bir ev heyvanlı məhsulu da qoyub onu da sata bilərsiniz, onu da reklamlaya bilərsiniz. Çünki artıq 500 sifariş satmısınızsa, 500 dənə satış eləmisinizsə, o deməkdir ki, yetərincə tanınırsınız bazarda. Və 5-ci fazada 1000 və 1000-dən yuxarı sifarişdir. Artıq bundan sonra da dediyim kimi həmin məhsul doyum nöqtəsinə yavaş-yavaş çatmış olacaq. Siz onu satıb qurtarandan sonra yanına başqa məhsullar və yaxud yeni məhsullar yoxlamalısınız. Yəni ortalama olaraq bu 5 dənə fazadan keçəcəksiniz. Dediyim kimi ən əsas test və seçim mərhələlərində yaxşı yanaşın. Hər şeyi test edin. Bütün hər şey diqqətlə yanaşın. Heç bir məhsula emosional olaraq bağlanmayın. Demək ki, bunu mütləq satmalıyıq. Başqa çarəmiz yoxdur. Məhsuldan çox məhsul var və bazarda da fürsətdən çox fürsət var. Deməli, elə indi gəldim çatdım evə, dedim kompüterdən baxın bizə son olaraq nə qədər ciro eləmişik, nə qədər xərclərimiz çıxıb və net kar nə qədər olub, bunu hesablayaq. Deməli, başlanğıcda bizim ciromuz, yəni bir ay ərzində ciromuz 3151 manat. Yəni 3151 manatlıq biz satış eləmişik toplam bu challenge daxilində. Daha sonra bu challenge daxilində əslində 2 məhsul yoxladıq. Biz bayaq bəhs etdiyim məhsul testi hissəsində biz məhsulları test edirdik. Sadəcə ikinci məhsul həm daha çox gəlir gətirdiyinə görə, həm də daha çox satıldığına görə biz ikinci məhsuldan davam edirik. Ona görə də bu qarışıqdır, yəni. İkisi bir yerdə toplam 3151 manat. Təxmini satış rəqəmi isə hal-hazırda get-gedə dəyişir. Yəni reklamlar açıq olduğuna görə yeni satışlar gəlir. Son olaraq baxanda isə 130 dənə məhsul satmışdıq biz challenge daxilində. Reklam xərcimiz 531 manatdır. Yəni meta reklamlarına verdiyimiz məbləğ 531 manatdır. Ürün maliyyəti, yəni məhsulları almaq üçün çəkdiyimiz xərc isə 1588 manatdır. Yəni 1588 manatı biz vermişik, məhsulları almışıq müştərilərə yollamaq üçün. Çatdırılmaq üçün toplam xərcləmişik 468 manat. Bu həm istifadə etdiyimiz kuryer şirkəti ilə bir yerdə, həm də postla və sair digər hər şeylə bir yerdədir. Və son olaraq da karımız 564 manat olub. Burada əslində kar biraz daha çoxdur. Biz bəzi hədiyyə məhsul falan göndərmişik, digər fərqli şeylər eləmişik. Üstəlik müxtəlif kartlar falan istifadə etmişik, hansı ki, bu kartları çap eləmək lazımdır, onların pulu var və s. və s. Yəni toplam olaraq ortalama 600 manat kimi nəzərdə saxlaya bilərik. Yəni ilk qurulduğu aydan etibarən 600 manatlıq bir gəlir gətirən onlayn biznes qurmuşuq. Bir şey unutmayın ki, bu fərdi nəticədir. Yəni siz bundan daha aşağı və yaxud daha yuxarı nəticələr əldə edə bilərsiniz. Sadəcə ilk aydan gəlir gətirməsi və 500 manat kimi bir məbləğdə gəlir gətirməsi olduqca yetərlidir. Bunu da nəzərinizdə saxlayarsınız və digər məsələləri, problemləri, çətinlikləri və yaxşı tərəflərini də zaten video içərisində qeyd etmişdim. Beləcə, başqa bu tərz videoları görmək üçün kanala abunə olmağı unutmayın. Hələ isə özünüzə yaxşı baxın. Görüşərik.